Salam. Bugün biz sizinlə Newton qanunları bölməsindən 161-ci məsələyə baxacağıq. L radiuslu polar kürəyə F qüvvəsi müəyyən təcil verir. 2L radiuslu polar kürəyə hansı qüvvə həmin təcili verir? Əvvəlcə kürələrimizi qeyd edək. Birinci böyük kürəni götürək. 2R olsun radiusu. İndi isə kiçik kürəni götürək. Bu isə radiusu R olsun. Kiçik kürənin kütləsini kiçik M hərfi ilə işarə edək. Böyük kürənin kütləsini isə böyük M hərfi ilə işarə edək. Kürənin həcmi bildiyimiz kimi V bərabərdir 3/4 pi R kub üstünlüyü hesablanır. Kütlə isə M bərabərdir rho vuraq V üstünlüyü hesablanır. V'nin bu qiymətini yerinə yazsaq, onda M üçün alırıq ki, kürənin kütləsi üçün, yəni alırıq ki, M bərabərdir 3/4 pi rho R. Bunlar hər ikisi polar kürə olduğu üçün, polardan hazır olduğu üçün, bunların sıxlıqları eynidir. Yəni hər ikisi üçün sıxlığı rho qəbul edirik. Onda birinci kürənin kütləsi M bərabərdir 3/4 pi rho R olacaq. İkinci kürənin radiusu 2 dəfə böyük olduğu üçün, yəni 2R olduğu üçün 2R'in kubu olacaq düzdür. Yəni böyük M bərabərdir 3/4 pi rho vurulmuş 2R'in kubu bərabər olacaq 3/4 pi rho 2'nin kubu 8 vurulmuş R. Yəni 3/4 pi rho 8R. Bunların kütlələrini müqayisə etsək, onda böyük M bərabərdir 8 vuraq kiçik M olur. Yəni böyük kürənin kütləsi kiçik kürənin kütləsindən 8 dəfə böyükdür. Birinci kürəyə təsir edən qüvvəni F kimi veriblər, məsələn şərtində. İkinci kürəyə təsir edən qüvvəni isə F1 qəbul edək. Bildiyimiz kimi A bərabərdir F bölək M üstünlüyü hesablanır. Məsələnin şərtində isə deyir ki, hər iki kürəyə eyni qədər təcil verilsin. Eyni qədər təcil verilmiş olsun. Yəni təcilləri bərabər olsun. Onda A bərabərdir F bölünmüş E. Yəni birinci kürəyə təsir edən F qüvvəsinin kürənin kütləsinin nisbəti bərabər olacaq ikinci kürəyə təsir edən F1 qüvvəsinin ikinci kürənin kütləsinin nisbəti. Kiçik bir riyazi hesablama aparsaq, alırıq ki, F1'in F'ə nisbəti bərabər olacaq böyük M-in kiçik M-ə nisbəti. Düzdür. Böyük M-in kütləsini yerinə yazsaq, yəni böyük M-in yerinə 8 M yazsaq və M-ləri ixtisar aparsaq, alırıq ki, F1 bölək F bərabərdir 8 M. F1 bərabərdir 8F alınır. Yəni böyük kürəyə eyni qədər təcil vermək üçün 8F qüvvə tələb edilir. Cavab A variantı.